Azərbaycanın Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump'ın təklif etdiyi sülh şurasına qoşulması qərarı doğrudur. Bu sözləri politoloq İlxan Şahinoğlu qeyd edib. Bunun bir neçə səbəbi var. Birincisi, Trump'ın dəvətinə yox demək, strateji tərəfdaşlıq yolunda addımlayan iki ölkə arasındakı münasibətlərə mənfi təsir edər. Sülh şurasına üzvlükdən imtina indiki geosiyasi reallıqda Azərbaycanın maraqlarına zidd olardı. İkincisi, Donald Trump ötən ilin oktyabr ayında Misirdə keçirilən Yaxın Şərq sülh sammitinə Azərbaycan prezidenti İlham Əliyevi də dəvət etmişdi. Bununla Trump Azərbaycanın da Yaxın Şərq sülh prosesində iştirakını arzulayıb. İlham Əliyev Azərbaycan hərbiçilərinin Qəzzaya göndərilməyəcəyini söyləsə də, ölkəmiz Qəzzanın yenidən qurulması prosesində iştirakdan imtina etməyib. Üçüncüsü, Donald Trump sülh şurasının Qəzza ilə kifayətlənməsini istəmir. O və onun administrasiyası sülh şurasının gələcəkdə Birləşmiş Millətlər Təşkilatını əvəz edə biləcəyi qənaətindədir. Azərbaycan super dövlət statusuna malik olan Amerika Birləşmiş Ştatlarının dünyanın yeni təhlükəsizlik arxitekturasını formalaşdırması prosesindən kənarda qalmamalıdır. Dördüncüsü, Ermənistan, həmçinin Azərbaycanın müttəfiqləri Türkiyə, Qazaxıstan da, Özbəkistan da Trump'ın təklifinə müsbət cavab veriblər. Politoloq vurğulayıb.